Salam, hər vaxtınız xeyir olsun. Bugün danışacağımız mövzu dəyərlərlə bağlı səriştələrdir. Ümumi olaraq biz təhsil verənlər, yəni müəllimlər, şagirdlərdə müəyyən səriştələr formalaşdırmalıyıq, yəni bacarıqlar formalaşdırmalıyıq. Bu təfəkkürlə bağlı səriştələrdir, bu fəaliyyətlə bağlı səriştələrdir, həmçinin dəyərlərlə bağlı səriştələrdir. Bugün isə biz danışırıq dəyərlərlə bağlı səriştələrdən. Hər bir insan demək ki, fərddir, lakin onun şəxsiyyət kimi formalaşması üçün müəyyən dəyərlərə sahib olması lazımdır. Məhz biz də təhsil sistemində bir müəllim olaraq, təhsil verən olaraq şagirdlərdə bu dəyərləri formalaşdırmalıyıq. Bu dəyərləri də formalaşdırmaq üçün müəyyən məqamlar var ki, onlardan biz fəal vətəndaş mövqeyindən danışmalıyıq, milli kimliyin dərkindən, milli iftixar hissinin formalaşmasından danışmalıyıq, insan hüquqlarına hörmətdən danışmalıyıq, şəxsi və sosial məsuliyyət, digər bunun kimi insanları şəxsiyyət kimi formalaşmasına, şagirdlərin şəxsiyyət kimi formalaşmasına dəlalət edən məqamları biz şagirdlərə aşılamalıyıq. İlk olaraq danışmaq istəyirəm fəal vətəndaş mövqeyinin formalaşmasından. Deməli, bəzən bunu fəal insan ifadəsilə qarışdırırıq. Fəal insan odur ki, o zəhmətkeşdir, zəhmətsevər insandır. Deməli, iş vaxtı işdə çalışır, işdən gəlir, evdə çalışır. Bu fəal insandır. Yəni, bu fəal vətəndaş deyil. Sadəcə olaraq zəhmətsevər fəal insandır. Fəal vətəndaş mövqeyi nümayiş etdirən insan isə artıq dövlətin önəmli günlərində müəyyən tədbirlər keçirilməsinə təşəbbüs göstərir, bayraq gününü qeyd edir və bunun, belə deyək, insanlara, cəmiyyətə nümayiş etdirir. Digər ölkədə yaşayırsa, həmən ölkədən öz vətəninə, torpağına aid məqamları digər insanların diqqətinə çatdırır. Oradan Azərbaycançılıq ideyalarını müdafiə edir, onlardan danışır, ölkəsinin sərhədlərindən və s. Yəni, fəal vətəndaş ölkəsinə aid bütün məqamları, istər gerbi barədə, istər ölkənin sərhədləri barədə, şəhərləri barədə, bayrağı barədə, milli, deməli, mənəvi dəyərləri barədə, adət-ənənələri barədə məlumatlandırır. Bax, bu insan fəal vətəndaşdır. Yəni, sadəcə olaraq bir sıravi insan kimi yaşamır. Ölkəsi üçün çalışırsa, bax, bu kimi halları, deməli, nəzərində saxlayırsa, tədbirlər keçirirsə, deməli, bu insan fəal vətəndaş mövqeyindədir. Və yaxud da bu şagird fəal vətəndaş mövqeyində olan bir şagird. Milli kimliyin dərki, milli iftixar hissi. Təbii ki, biz Azərbaycanda yaşayırıq və Azərbaycan təhsil sistemindən danışırıq. Ona görə də burada Azərbaycanın gerbini, bayrağını tanımaq, himnini bilmək, adət-ənənələrini tanımaq, milli kimliyin dərkindən, milli iftixar hissindən danışır. Yəni, Azərbaycançılıq ideyalarını, belə deyək, nümayiş etdirmək. İndi, deyə bilərsiniz ki, müəllim, burada fəal vətəndaş mövqeyi ilə milli kimliyin dərki, milli iftixar hissinin fərqi nədən ibarətdir? Mən də o zaman sizə deyirəm ki, milli kimliyin dərkində, milli iftixar hissində mən sadəcə kim olduğumu, nələrin simvol olduğunu, bayrağımı, gerbimi tanıyıram, onlar haqqında məlumatlıyam, bayramlar haqqında məlumatlıyam, adət-ənənələr haqqında məlumatlıyam. Lakin fəal vətəndaş mövqeyində artıq mən bunun üçün tədbirlər keçirdirəm, bunun üçün müəyyən, belə deyək, çıxışlar eləyirəm, digər ölkələrdə və yaxud insanlar arasında təbliğatlar aparıram, ölkəm haqqında, simvollarımız haqqında, yəni artıq bunu nümayiş etdirirəm. Yəni bunu göstərirəm, tədbirlər keçirdirəm, artıq deməli mən fəal vətəndaş mövqeyindəyəm. Lakin sadəcə olaraq bunu dərk edirəmsə, sadəcə olaraq bunlar haqqında məlumatlıyamsa, deməli mən milli kimliyimi dərk edirəm, bununla da milli iftixar hissi duymuş oluram. İnsan hüquqlarına hörmət. İnsan hüquqlarına hörmət burada bütün hüquqlardan gedir. Deyək ki, müəyyən fiziki, əqli durumu çatışmayan insanların hüquqlarını bilmək, öz hüquqlarını bilmək, qadınların hüquqlarını bilmək, kiçiklərin hüquqlarını bilmək, böyüklərin hüquqlarını bilmək, həkimlərin hüquqlarını bilmək, müəllimlərin hüquqlarını bilmək. Bax, bu kimi bütün hüquqları bilmək, bunlar haqqında məlumatlı olmaq, deməli, dəyərlərlə bağlı səriştələrə aiddir. Yəni, bir insanın artıq şəxsiyyət olmasından xəbər verir. Sonra belə bir ifadəmiz var, şəxsi və sosial məsuliyyət. Bəs bu, deməli, hansı anlama gəlir, hansı mənanı verir bizim üçün? Şəxsi məsuliyyət mənim özümü necə aparmağım, necə nümayiş etdirməyim, digər insanların yanında, bax, bu onunla bağlıdır. Mənim öz şəxsi məsuliyyətimdir. Hər bir insan öz şəxsi məsuliyyətini dərk etməlidir. Deyək ki, mən özümü doğru aparıramsa, özümün öhdəliklərini yerinə yetirirəmsə, bu mənim şəxsi məsuliyyətimdir. Və bunu edərkən digər insanları nəzərə alıramsa, daha çox davranış qaydaları ilə bağlı biz danışırıq bu barədə. Qeyd edin bir dəqiqə. Davranış
qaydalar. Məsələn, bir şagirdə davranış qaydaları haqqında danışıramsa, deməli o şagirdə mən həm şəxsi, həm sosial məsuliyyət daşıyıram. Yəni şagird bilməlidir ki, məktəbdə davranış qaydaları deyərkən, yəni şəxsimi necə aparmalıyam, digər insanlara qarşı necə davranmalıyam. Təkcə məktəbdə yox, ictimai digər yerlərdə, metroda, digər deməli parklarda və s. insanların çox olduğu yerdə mahnıya yüksək xodla deməli səslə qulaq asmamaq və s. kimi amilləri nəzərə almaq davranış qaydalarından xəbər verir və bu mənim şəxsi və sosial məsuliyyətim haqqında məlumatlığımdan xəbər verir ki, bu da mənim bir şəxsiyyət kimi formalaşmağımdan xəbər verir. Ümumiyyətlə müəllimlər dəyərlərlə bağlı səriştələr formalaşdırılan şagirdlər şəxsiyyət yönümlülük prinsipində olurlar. Yəni bu tələbə əməl etmiş olurlar. Müəllimlər də bu tələbə əməl etmiş olur. Yəni dəyərlər ki, hansı ki şagirddə formalaşdırılır, həmən şagirdlər şəxsiyyət yönümlü istiqamətdə formalaşmış olurlar.